Aşıq Şəmşirin qoca vaxtı olur. Gəlir evə, Güllüyə deyir ki, ay Güllü, artıq mən məclislərə gedə bilmirəm. Evdə də darıxıram. Gedirəm kəndə, biraz arı var, arılarla başımı qatıracağım, günümü keçirəcəm. Məmməd Aslan gəlir, soruşur, ay Güllünə, Şəmşir əmi hardadır, deyir kətdədir. Aradan biraz keçəndə bir də soruşur, deyir kətdədir. Üçüncü dəfə gəlir, deyir kəndə nəyə gedir? Deyir belə-belə, arı ilə məşğuldur orada. Məmməd Aslan eşidir ki, həmin ildə arıda bal olmuyor. Götürür, Şəmşir kişiyə belə bir məktub yazır. Aşıq Şəmşir, nə müddətli getmisən? Heç demirsən dostu yarı görəydim. Nə səninlə dost olaydım əzəldən, nə də belə intizarı görəydim. Dədə Şəmşir yazır ki, ay Məmməd, fəxr edəydim mənim qoca adımla. Nə olardı, ixtiyarı görəydim. Kirə istəməz ki, quş qanadından, yol salaydım bizə sarı görəydim. Məmməd müəllim yazır ki, üzünü görənlər çəkir salavat, arı səndə qoymuyordu islahat. Nə zanda can qaldı, nə cibdə manat, barındığımı baldan bari görəydim. Dədə Şəmşir yazır ki, donsa Afrikada suların buzu, bu təhər yarıqda arılar bizi. Əgər görmüsənsə dəvə boynuzu, belə verdi balı tanrı görəydim. Məmməd müəllim yazır ki, get gəlin olurmu köhnə binəylə, savaşın olurmu güllü nənəylə? De görüm necəsən keyflə hənəylə, bitirdinmi etibarı görəydim. Dədə Şəmşir yazır ki, güllünün 60 il keçif yaşından, hələ qutarmayıb naz savaşından. Öpəndə gözündən qələm qaşından, tutaşırıq gecə yarı görəydim. Məmməd müəllim yazır ki, qocalığı gəlsin tuğ lənətə, hani İmrandirin bülbül tək ötə. Mən ölüm necəsən kefə işlətə, çəkirmi nazını qarı görəydim. Dədə Şəmşir yazır ki, bağışlayın, sözdə səhvim gələndə, şad oluram yaxşı nəfim gələndə. Qocalığa baxmır, kefim gələndə, bizdə olan iftixarı görəydim. Məmməd müəllim yazır ki, aşıq var ki, dildən diri baş olur, ona nəsir versən dərhal faş olur. Niyə belə kasad olur, boş olur? Aşıqların behbazarını görəydim. Şəmşirə deyirlər fərağat otur. Mənanı duyuram, düşürəm qotur. Elan etmisənmi söz kimi tutur? Gərək gəzif dilazarı görəydim. Dədə Şəmşir xəstələnin vaxtı olur, balisada yatır. Qəmbərlə Məmməd Aslan zəng eləyirlər ki, Şəmşirə ki, yanına gəlir, amma gəlmirlər. Dədə Şəmşir yazır ki, zərəm kürdən ürəyə, təbib Loğman neyləsin? Vaxtı keçmiş çətin dərdə, yoxdur dərman neyləsin? Dərd verən kəs dərman eylə, rəhəm-i mürvət səndədir. Dərdi dili sağalmayan aziz insan neyləsin? Kökdən balta dəymiş ağac, qurusun başdan gərək. Toxunmasın, kənar keçsin, mərd oxu daşdan gərək. Görəndə uzaq olasın, hiylə savaşdan gərək. Fitnə fəsadlar oduna düşüb yanan neyləsin? Məmməd Aslan vədə verdi, niyə qəmbər ləngidir? Bir saniyəm ilə döndü, gör nə qədər ləngidir. Demədimi, xəstə dədəm birdən küsər ləngidir. Birazca gec gəlməyinə dözmür atan neyləsin? Zarlı Əlif ata dedi, ürək dirək verdi o. Qəlbimdə bahar açıldı, yaxşı hünər gördü o. Şəmşirdən kənar eylədi, möhnəti o, dərdi o. Bundan artıq köməkdarlıq qabil insan neyləsin?